Heyvan yemlərindəki kiflənmənin zərəri yalnız heyvanadır. İnsan sağlamlığına heç bir təsiri yoxdur. Əslində isə bəzi kif göbələklərinin ifraz etdiyi toksik maddələr süd, ət və digər heyvan mənşəli qida məhsulları vasitəsilə insana keçərək sağlamlığa ziyan vurur. Kif göbələkləri qidanın təhlükəsizliyinə və keyfiyyətdən mənfi təsir göstərən bəzi növləri uzunmüddətli məruz qalma nəticəsində xroniki xəstəliklərə səbəb olaraq insan həyat və sağlamlığına zərərli toksinlər ifraz edən mikroorqanizmlərdir. Heyvan yemlərində kif göbələklərinin meydana çıxmasının əsas səbəbi qeyri-düzgün saxlanma şəraitidir. Xüsusilə qarğıdalı unu, pambıq çiyid unu və yer fıstığı unu kiflənməyə daha çox meyillidir. Belə yemlərlə qidalanan heyvanların orqanizminə kif göbələklərinin ifraz etdiyi toksinlər də daxil olur. Problemin qarşısını almaq üçün yem xammalı düzgün qurudulmalı, təmiz və müvafiq şəraitdə saxlanılmalı, daşınmalı, yem emalında istifadə olunan avadanlıqlar isə sanitar-gigiyenik normalara uyğun olmalıdır. Unutmayaq ki, təhlükəsiz qidanın əsaslarından biri də təhlükəsiz heyvan yemidir.